Şey. Coşkun. Ay coşkun. Belə deyə, o günlər sən başı partlayıb evdə. Hamamda yaşca sabunlu yıxılı. Görürsən, heç kim inanmır. Anası da gəlirdim yolu görkəzməyə ki. Bu dişi sana Eflesa tutmaydan ölen çine olur. Buna bak da ben ne şeylerle bakıyorum. Şuraya git, şuraya git. Millət inanmır ki, hökumət inanmır ki, belə xəstədir bu vəziyyətdir. Kaldıra. Coşkun, yok yok kaldırma. Qaldıra biraz qıraqda 30 lira. Coşkun. Ay şey. Deyəndə deyirlər ki, videosunu çəkin gətirin ki, belə xəstədir subutuna. Millət görür ki, bu nə gündədir. Yaxşı gözü başı partlamayın be, maşının altına əlinə düşüb eləmir. Maşının altına əlinə düşüb eləmədi. Evet, papağın koysun otursun, eybi yok. Şimdi anasının da götüreceğim. Allah köməyiniz olsun, Allah size can sağlığı versin. Görürsən bu günlər. Çölə bıraka bilmirik ki bunu. Ay şey. Ne bileyim, dedi ki gidin çöreği alma, dedim ben sen git. Yok, koymak olmuş ki ben. Ben de geldim dedim bu yolu bana gösterin. Sabahdan bu mahalleye işe çıkıram da. Yani ki onca derman polo özüm alırım o dermanı. Dedim bana bu yolu göster. Bir de gördüm ki tır uzandı orada. Ben de görmürəm o öyle bileyim. Bir tərəfli bağlıydı, dedi gedim kontur vurum, mərzəyə çatmayacaq. Geldi kontur vurdu. O böyle dert çəkirəm qardaşım. İnan Allah, heç kim inanmır. Hökumət ona pensiya verməlidir. Pensiya belə adama. Görürsən bu dişi sınıb ağzında. Bu qədər xəstəxanada Samir qardaş gördün də nə qədər əziyyət çəkdim. Sənədlərlə yalandan deyirlər ki, bu xəstə deyil. Allah onların belasını versin. Vallahi mən nə qədər zülüm çəkirəm bunun üstündə.